Müəllimlər, dəyərli müəllimlər. E, Bugün bizim Elm və Təhsil Nazirliyinin 9-cu qrant layihəsinin qalibi Ümumi Müəllimən layihəsi ətrafında yəni bizim təlimlərimiz baş tutur. İlk öncə Ümumi Müəlliməyə xüsusi təşəkkürümü bildirirəm ki, biz müəllimləri belə bir imkan şərait yaratdı ki, biz gedib həm Türkiyədə belə deyək, sözün əsl mənasında Türkiyə dövləti ilə qardaşlıq münasibətlərimizi belə möhkəmlətdik. Türk məktəblərində olduq və layihə çərçivəsində Türkiyə məktəblərinin məktəb proqramları, dərsləri keçirilməsi, liseylərdə, orta məktəblərdə, bağçalarında dərslərin necə təşkil olunması ilə bağlı və həmçinin Web3 alətlərinin Türkçə təhsilində tətbiqi ilə tanış olduq və indi həmin çərçivədə bizim təlimlərimiz baş tutdu. İnşallah ki, bugünkü təlimdə sizə keçəcəyimiz, öyrədəcəyimiz, yəni danışacağımız Web3 alətlərinin böyük yararı olasıdır inşallah. Mən Xatirə İsmayılova, Ürək kənd məktəbinin riyaziyyat müəllimiyəm. Ümumi müəllimənin bundan əvvəlki layihəsində də iştirak eləmişəm. İstedadların laboratoriyasında. Orada da şagirdlərimizin kənd məktəbi, balaca məktəb olmasına baxmayaraq, şagirdlərimiz onda da yəni fəal iştirak elədilər və yəni nəticəsi də oldu. Deməli, niyə Web3 alətləri? İndi ondan danışaq. Bugün deməli şagirdlər artıq rəqəmsal şagirdlərdir, belə deyim. Hər birinin əlində telefon, planşet, internet, ancaq onlarla böyüyürlər. Əgər biz şagirdlərin qarşısında bu alətlərdən istifadə eləməyimiz belə məhdudlaşarsa, uşaqlar üçün, yəni standart dərsləri keçmiş olsaq, bu uşaqlar üçün darıxdırıcı olar. Belə deyək, daha diqqətini cəlb eləməz. Sadəcə dəftər, kitab, lövhədən istifadə eləsək, elə düşünürəm ki, maraqlı keçməz dərslər. Dərsi daha interaktiv, canlı edir. Deməli, Web3 texnologiyaları bizə bu imkanları verir ki, dərslərimiz canlı olur, şagirdlər fəal iştirakçı edirlər. Fərdi yanaşmaya əsas olur burada. Təhsilin məkanı, vaxtından asılı olmayaraq istənilən vaxt, yəni onlayn şəraitdə də davam etmək olur. Maraqlı alınır, yəni dərslər. Təlimdə hansı Web3 alətləri, yəni bundan öncəki təlimlərdə Səadət müəllimənin, Mehriban müəllimənin, Şəhla müəllimənin təlimlərində biz artıq digər Web3 alətləri ilə dərsin təşkili, notebook elm proqramı ilə, Canva-da burada dərsin necə təşkil eləmək, maraqlı eləmək üçün tanış olmuşuq. Gözəl peşəkar dərslər hazırlamaq üçün Canva-dan ətraflı istifadə edə bilirik. Mentimeter, Kahoot-dan geniş şəkildə istifadə eləmək olar. ChatGPT-dən dərs planlarıdır, tapşırıqlardır, fərdi materiallar hazırlamaq üçün yəni ChatGPT alətlərindən istifadə eləsək maraqlı alınar. Həmçinin Grok-dan, yəni istənilən sualımıza, şagirdli, müəllimli, böhlikçili istənilən suallara Grokun yanaşması tamamilə fərqlidir. Həmçinin bugünkü deməli təlimdə Web3 alətlərindən biri olan Gamma ilə də tanış olacağıq. Gammada da nə cür istifadə eləmək olar, dərsdə nə cür təşkil eləmək olar ki, dərslərimiz daha maraqlı alınsın. İndi istəyərdim ki, bizim Türkiyədəki təlimlər müddətində, yəni burada qrant layihənin açılışından tutmuş bizim Türkiyə səfərimiz və oradakı bizim qarşılanmamız, onlar barədə qısa bir videoya baxaq və o Türkiyə təhsil sistemi ilə bağlı bir neçə yəni maraqlı hadisələrdə tanışlığımız olsun. Hal-hazırda slayd görünür. Müəllimlər, slayd görünür ekranınızda. Tamam. Deməli, 15 nömrəli məktəbdə açılış başlıqdır. Çox eləmişdik burada açılışda. Müəllimənin
layihə iştirakçıları, onlardan müəllimlər, Şəhla müəllimə, qızların deyildi, Mehriban müəllimə bizə çox kömək etdi, çox sağ olsun, çox təşəkkür edirəm. İndirimlərini müəllimə. Həmçinin də təlimlərdə də belə deyim, əsas köməkçi müəllimlərdən biridir. Biz artıq bu şəkillər, bu Türkiyə səfərindədir. Geçirsək Anadolu Lisəsindəyik. Çox isti, xoş qarşılanma oldu. Burada uşaqların xüsusi bir çıxışı var idi. Şagirdlər hazırlamışdılar. Bizi də ora dəvət elədilər və xüsusi vurğuladılar ki, qardaş ölkədən Azərbaycandan gələn müəllimlər inanın ki, şagirdlər o qədər istiqamət elə qarşılayırdılar ki, biz dərslərdə iştirak elədik, aktiv şəkildə iştirak elədik və hər bir şagirdə ilk olaraq Azərbaycan deyən kimi Qarabağ Azərbaycandır deyirdilər. Müəllim Qarabağ Azərbaycandır deyir, belə bir şüarla yəni söylədilər şagirdlər, biz sevindirdi halda və hər bir müəllim, burada müəllim otağını görürük. Müəllim otaqları xüsusi olaraq dizayn olunmuş bu müəllim otaqları. Müəllim yoldaşlar bir-biri ilə çox mehriban, çox belə səmimi davranırlar. Bir-birini çox anlaşıqlı qarşılayırlar. Həmçinin müəllim otaqlarında xüsusi müəllimlərin istirahət eləmək üçün hər bir şərait var. Belə deyim, təhsil sistemində ümumiyyətlə bir çox məktəblərin, yəni olduğumuz bir çox məktəblərin hər birində rastlaşdıq ki, tənəffüs, belə deyim, əsas vurğulayım, tənəffüs ən azı 20 dəqiqə idi. Bu da xüsusi lisə idi. Bu lisədə yuxarı sinif şagirdləri artıq universitetlərin birinci kurslarını oxuyur. Bu isə gördüyümüz Hüseyn Cavid adına məktəbdə Azərbaycan məktəbidir. Bu da xüsusi qürur verici bir hissdir ki, Hüseyn Cavid adına burada müəllimə, Şəfiqə müəllimə Azərbaycan məktəbini qurub və orada oxuyan şagirdlər hamısı Azərbaycanlıdır və kasıb ailələrin, imkansız ailələrin şagirdlərini heç bir, yəni gəlirsiz, heç bir pulsuz orada təhsilinə almağa imkan yaradır. Fatih müəllimə, səsiniz zəif gəlir, qırıq-qırıq. Yəqin ki, o videoda da səs var idi, ona görə idi. İndi yaxşıdır. İndi kəsil davamı deyəcək. Hə, o videoya görə idi yəqin ki, müəllimə. İndi Web3 alətlərindən danışmaq istəyirəm. Mən Gamma proqramından danışmaq istəyirəm. Gamma proqramına keçid eləyək. Deməli, Google hesabına girib hər kəs Gamma proqramını, Gamma app'i yükləyə bilər. Keçid eləyim mən Gammaya. Sadət müəllimə, səsim gəlir. Proqramdan çıxdı, yoxsa Zoom-da bilmədim. Gamma proqramına keçid eləyək. Səsiniz gəlir. Gamma proqramı, deməli, Google-a girib Chrome-dan Gamma apps-i yükləyə bilərsiniz.
yəni qammanı yüklədikdən sonra deməli, bu bizə qammanın üstünlükləri nədir ki, deməli, belə deyim, qammanın üstünlükləri bizə hər bir mövzuda, yəni bütün fənlərdən hər bir mövzuda açıq dərslərin hazırlanmasında, slaytların hazırlanmasında çox, belə deyim, köməkçi olur. Hər bir mövzuda keçə bilir. Məsələn, mən ilk əvvəl buradan Türkiyədən qaydanda Türkiyə təhsil sistemi ilə bağlı belə bir slayt hazırlamışdım. Qamma proqramının dil o seçeneği olaraq dil Azərbaycanca seçə bilirik. Bu onun üstünlüyüdür. Qamma proqramında Türkiyə təhsil sistemini ümumi baxış olaraq yazmışdıq və Türkiyədə deməli məktəbə qədər proqram, sonra məktəbə qədər təhsildə əsas xüsusiyyətləri verir bizə. Yəni burada belə deyim, seçdiyimiz olaraq ilk olaraq bunu qamma proqramı ilk olaraq bizə belə deyim 400 kredi verir. Gün ərzində biz 400 kredini məsələn bir dərs üçün, bir mövzu üçün slaydı hazırlamağa istifadə edə bilərik. Hətta yəni bir dərs, bir slayd üçün maksimum belə deyim ki 40 yaxud 50 kredi gedir. Bu da pulsuz versiyada belədir. Pullu versiyası da var, yəni ödənişli versiyası da var. Ödənişli versiyada məsələn, ödənişsiz versiyada həmən kredi hazırladığımız slaytların sayıları, slayt sayı 10 olur. Yəni 10 kart bizə təqdim eləyir. Ondan əlavə də biz hazırlanmış yeni slaytda özümüz əlavə işlər də görə bilirik. Yəni istədiyimiz mövzunu burada yazıb, məsələn, mən yazmışam pi gününə özəl poster hazırlamaq, bərabərsizliklər mövzusu. Yəni bu bizə o qədər üstünlük Xatın müəllimə, ekran paylaşmamışsınız elə. Ekran paylaşmağı dayandırmısınız. Görünmür. bir dənə də baxım onda müəllimə. Bayaq paylaşmışdım, bir dənə də onda Paylaşmış çıxmısınız. tamam onda. Hə, Ya yəqin. şifayət danışırsınız, amma bir dənə sizi görür. Hə, tamam, bir dənə mən görünürdüm. İndi bir də onda başdan alaq. Qamma proqramına keçid eləyin, tamam. Deməli, Qamma proqramını deyək ki, Google-dan yükləyə bilirik. İndi görsənir Ümmü müəllim. Ekran görünür. Qamma proqram olaraq görünür, yoxsa yenə mən Görünür. deməli, yüklədikdən sonra, deməli, biz Qamma proqramının istifadəsini yenə də üstünlüklərini sadalayım ki, Qamma proqramında gün ərzində bir yox, bir neçə, hətta belə deyim, azı 8-10 dərsin slaydını hazırlamağa bizə imkan verir. Yenə deyirəm, 400 kredi verir və bu 400 kredi yenə də deyirəm, 8-10 slaydın hazırlanmasında istifadə edə bilirik gün ərzində. Bu ödənişsiz versiyadır. Ödənişli versiyada daha belə deyim, imkanlar daha genişdir. Və Qamma proqramında ümumiyyətlə ilk olaraq burada Create New, yəni yeni hazırlanı bassaq, yeni hazırlanı istənilən Generate seçə bilərik, Paste in Text seçə bilərik, istənilən formada seçə bilərik. Yəni biz ümumi olaraq hər hansı mövzu haqqında məlumat istəyiriksə, yenə deyim, bütün fənlərdən, yəni Qamma proqramının istifadəsi bütün fənlərdə mümkündür. Yəni bəzi proqramlar var ki, orada riyaziyyata aid çox belə deyim, o qədər də ətraflı geniş istifadə eləmək olmur, amma Qammada rahatlıqla istifadə eləyə bilirik. Yəni Generate bassaq, orada hər hansı mövzunu biz daxil eləsək, baxın 10 kart verir, dili də seçə bilirik. Və istədiyimiz hər hansı mövzunu yazsaq, artıq proqram bizə özü həmən mövzuda verir. Yəni mövzuda məsələn seçsəm ki, 4 bucaqlılar tam çıxdı, yoxsa axı tamam. 4 bucaqlılar mövzusunda slayd hazırla desəm, bu ümumi olaraqdır. Deməli, dördbucaqlıları bizə verir. Təsnifatı xassələri, dördbucaqlılar nədir? Tərifi əsas xassələri. Yəni, baxın, 10 kart artıq hazırdır. Biz əlavə kart istifadə eləmək istəsək, bu artıq ödənişli versiyadadır. Amma bizə verdiyi bu
Continue basırıq, davam eləyirik və artıq bizim slaytımız hazır formada bizə təqdim olunur. Yəni digər hazır slaytlar da var. E, Deməli, bunu tam olaraq hazırlasın. Şəkilləri, əlavə şəkillər əlavə eləyə bilirik. Hər hansı mətnin üzərində düzəliş eləyə bilərik. Yaxud da ki, özümüz lazım olan məsələn, sinif üzrə seçə bilərik. Yaxud da ki, hər hansı PDF-i, məsələn, telefonun yaddaşında, kompüterin yaddaşında olan hər hansı PDF-in üzərindən o PDF haqqında şəkli yükləyib, o PDF ətrafında slayt hazırlanmasını formalaşdıra bilərik. İndi mən dördbucaqlılar mövzusunda slayt hazırladım. Ümumiyyətlə dördbucaqlılar mövzusuna aid bütün, yəni düsturlar, əsas xassələr, dördbucaqlıların bütün mövzu. Ən çox da deməli burada mövzunun bu slaydın hazırlanmasında hazırlıq müəllimləri üçün də əlverişlidir. Yəni hazırlıq müəllimləri belə deyim, mövzu izahında ilk olaraq başlayırıq. Bütöv mövzunu azı 2 dərsə ya 3 dərsə biz onu izah edirik. Sonra şagirdlər başlayır o mövzu ətrafında testləri, tapşırıqları topludan, DİM testindən, güvən nəşriyyatın testlərindən başlayır işləməyə. Amma sırf məsələn 8-ci sinifdə dördbucaqları öyrətmək istəyiriksə, o 8-ci sinif səviyyəsində bizə dördbucaqlar mövzusu lazımdırsa, biz 8-ci sinifin dərsliyindən həmən hissəni kəsib PDF şəklində yerləşdirib həmin hissənin də slaydını hazır şəkildə əldə eləyə bilərik. Bura qədər sualı olan var? Fatih müəllim, mən yəni bu Canva proqramında tək slayt hazırlamaq olur. Başqa funksiyası var. Başqa funksiyaları da var. Yenə PDF-lər hazırlamaqda olur. Həmən hazırladığımız slaytı, PDF-i hazırladığımızı həmçinin paylaşmaq da olur. Baxın, məsələn, buradan şeyə basıb istənilən belə deyim, həm telefon üzərindən, WhatsApp üzərindən, digər proqramlar üzərindən, Facebookdan paylaşa bilirik, paylaşım da eləyə bilirik. Yəni linkini kopyalayıb belə deyim, digər proqramlarda da bu görə bilirik. Yəni eynən belə deyim, köçürüb PDF halına gətirə bilirik. Həmçinin baxın Soruş burada görün, hansı müəllim, Xadir müəllimə, bəli. hansı müəllim görəsən edə bildi? Bir dənə soruşaq görək. Aha. Eynən əgər mənlə bərabər eləmək istəyən müəllimlər varsa, yəni təkrar bir də başdan ala bilərik. İşləyən var idi Qamma proqramını, bu proqramı, gedişatları. Ümumiyyətlə bilən var, görəsən məlumatları var. Salam, müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir. Çox təşəkkür edirik belə bir təlim üçün bizi təşkil etdiyiniz üçün. Mən Qamma proqramından istifadə edirəm. Çox gözəl, çox möhtəşəm bir proqramdır. Amma bir şey mənə maraqlıdır. Çox vaxt mən proqramı işləyən zaman türkçə versiyasını verir. Elə bir slaydları yazanda, özü yazanda da türkçə verir mənə. Onu necə həll eləmək olar, aradan qaldırmaq olar? Burada da məsələn Azərbaycan siz mövzu adını Azərbaycan dilində yazsaz, Bəli, Azərbaycan bəli. Aşağıdan yazıram ki, məsəl üçün informasiyanın xassələri mövzusunu mənə təqdimat slayd kimi hazırla, dili Azərbaycan dilində olsun. Amma bu Baxın, mövzunu mənə türkçə verir. aha, baxın yuxarıda da mən seçmişəm. Baxın türkçədir. Elə türkçə, amma mən mövzu olaraq dördbucaqlar mövzusunda slayd hazırla yazdım. Artıq Azərbaycanca verdi. Bir də ayarlardan girib siz Azərbaycan dildə seçə bilirsiniz. Onu öyrənmək istirdim mən, hardan girmək olar deyə. Bir də mən buradan da baxım göstərim. Əgər alınmasa onun qısa video olaraq kompüterdə də göstərə bilərəm. Hal-hazırda kompüterdə qoşulmadım, telefonda qoşuldum. Aha, bizim mətnimizin ümumi baxın konses minimal
detallı və daha ətraflı məlumat formasında da bizə verir. Baxın, hal-hazırda ekranda gördüyümüz, mən Consis seçdiyimə görə belə ümumi məlumat kimi verdi, amma extensive seçsəydim daha ətraflı məlumat, yəni daha geniş məlumat vermiş olardı. Həmçinin seçilən bizə təqdim olunan süni intellektin təqdim elədiyi şəkillərdə hər hansı dəyişiklik eləmək istəyirsə, gəlib buradan aşağıdan şəkilləri də seçə bilirik. Yəni burada yəni süni intellektin özünün də şəkilləri var və aşağıda da gördüyümüz şəkillərdən də əlavə eləyə bilərik. Həmçinin kompüterin, telefonun yaddaşındakı şəkillərdən də əlavə eləmək mümkündür. Deməli, Qamma proqramına mən indi bir dənə dil seçimini də göstərim ki, hardan girib dəyişə bilərsiniz. Buradan Türkçə verir ancaq, amma sırf proqramın özünə giriş eləyib. İndi slayda baxırıq deyə qayıdım. Burada baxın Qamma search bir dənə də birləşdirim. Burada artıq krediləri görə bilirik. Yəni üstündə ulduzlar belə deyim də gördü basanda görə bilirik ki, məsələn gün ərzində istifadə elədiyimiz qalıbda 120 kredi. Bayaq 160 idi. Deməli, hal-hazırda hazırladığımız slayta cəmi 40 kredi sərf olundu. Bu da yenə deyirəm, ödənişsiz versiyadadır. Belə düşünürəm ki, gün ərzində biz 40 kredidən 400 hardasa 9-10 slaydı tam rahatlıqla hazırlaya bilərik. Başqa sualı olan var bura qədər. İlk hazırladığımız slaytlardan birinə baxaq. Bu Türkiyə təhsil sistemidir və Türkiyə təhsil sistemində bizim getdiyimiz, öyrəndiklərimiz belə deyim ki, ilk məktəbə qədər təhsil 0-6 yaş uşaqlardır, yaş arası uşaqlardır. Bu məcburi deyil. Amma sonra gəlir ibtidai təhsil 6-14 yaş arası, bu 8 il davam eləyir. Orta təhsil, yəni bizim belə deyək, biz orta təhsili 5-9-cu sinif, 1-ci 9-cu sinif arası ümumi orta sayılır, amma orada 8-ci sinifə qədərdir. 14-18 yaş arası davam eləyir, 4 il davam eləyir. Sonra gəlir ali təhsil, universitet və kolleclər. Burada ixtiyaridir. Türkiyə və orada 8-ci sinifi bitirəndə şagirdlər imtahan verir və imtahanda şagirdin nəticəsi artıq belə deyim, valideyn və şagirdin məsuliyyəti altındadır. Yəni orada bizdəki qədər, yəni Azərbaycan təhsil sistemindəki qədər müəllim o qədər də məsuliyyət daşımır. Yəni müəllim dərsimi keçdi. Əgər şagird imtahan nəticəsi aşağıdırsa, yaxud da ki, imtahan nəticəsi qənaət bəxş deyilsə, bundan valideyn sorumludur, belə deyim, valideyn cavabdehdir. Sonra əgər imtahan verib 8-ci sinifdən keçə bilirsə, liselərə qəbul olunur. Lisədə də xüsusi bir dənə universitet və kolleclər burada yəni özü seçir. Deməli 12 il məcburi təhsil əhatə eləyir. 4+4+4 modelinə əsaslanır. Və 2012-ci ildən təqdim olunur bu, tətbiq olunur. Əsas xüsusiyyətlərinə baxaq. Məktəbə qədər təhsil Türkiyədə 0-6 yaş arasıdır, bunu dedik. Kreş sayılır 0-3 yaş arası. Məktəbə qədər hazırlıq qrupu, yəni bizdə hazırlıq qrupu 5 yaşlılardır, amma orada 3-6 yaş arasıdır. Və burada belə deyim, müşahidələrimiz, getdiyimiz məktəblər, həmən məktəbə qədər hazırlıq qruplarında valideynlər özləri maliyyələşdirmişdi, kantin təşkil eləmişdi. Hətta məktəblərində də var idi. Təkcə məktəbə qədər siniflərdə yox, belə deyim, orta məktəblərində də bunu müşahidə elədik. Valideynlər uşaqlarının günorta yeməklərini maliyyələşdirirdi. Həmçinin müəllimlər də orada ödənişsiz olaraq günorta yeməyi ilə, nahar yeməyi ilə təmin olunurdu. Bunu, yəni müəllimlərin heç bir orada ödənişi yox idi.
Sonra gəldi ibtidai və orta təhsil, sonra gəldi ali təhsil. Əsas da belə deyim, ali təhsildə orada kitabxanalar daha geniş yer alır. Koridorlarda, məktəbin istənilən güşəsində kitablar, kitab oxuyan şagirdlərlə daha çox rastlaşırıq. Bu, yəni tamam fərqlidir. Bizim şagirdlərdə o qədər də bu rastlaşılmır. Bəzi şagirdlər artıq görürsən ki, kitab oxumağa indi meyl eləyir, amma o qədər də çox yoxdur. Amma orada kitab oxumadır. Sonra başqa aktivitetələr daha çoxdur. Sonra gəldi dövlət universitetləri və burada da Azərbaycan təhsil sistemində də var ki, yəni Türkiyəyə qəbul olunmaq üçün YÖS imtahanlarına, YSK-lara, imtahanlara hazırlaşırlar. Orada da elədir. Biz həmçinin orada Türkiyədə hazırlıq kursunda da görüş keçirdi. Hazırlıq kursunda da yəni kurs müəllimləri yaxud hazırlıq müəllimləri üçün xüsusi vurğulayım ki, şagirdlərin, yəni artıq orada gəlib hazırlaşan uşaqların dərs keçirilir. Dərs keçiləndən sonra uşaq çıxıb evinə getmirdi. Ayrıca xüsusi yerlər var idi şagird üçün. Hər bir şagird üçün kitablarını yerləşdirmək, əşyalarını yerləşdirmək və hər bir şagird üçün belə işıqlandırma sistemi də var idi ki, o evə verilən bütün tapşırıqları yerinə yetirib, bütün dərsləri yerinə yetirdikdən sonra evə gedirdi. Yəni şagird artıq evə dərs aparmırdı. Yəni kursda belə bir şərait var idi. Və sonra gəlir bakalavr, magistr pilləsi 1-2 ildir, sonra doktorantura 3-5 ildir, dissertasiya. Peşə və texniki təhsil, yəni təkcə orada ancaq təhsil alanlar yox, həmçinin fərqli belə deyim, peşə təhsili daha üstünlükdür. Yəni artıq 8-ci sinifdən əgər şagird liseyə qəbul ola bilməyibdirsə, o gedir xüsusi peşə məktəblərinə, orada öyrənir. Məsələn, dərzidirmi, yaxud başqa peşə sahibləridir, aşpazdırmı, bunları öyrənir. Sonra işə başvurur, belə deyim. O artıq onun stajından gedir, staj kimi sayılır. Həmçinin müəllimlərin idarəçiliyində, məktəb idarəçiliyində müəllimlərin atanması, belə deyim. İlk olaraq Türkiyə təhsil sisteminə qəbul olan müəllim qəbul oldusa, yerləşdiyi ərazidən asılı olaraq müəllimlərə bal verilir, yəni puanlama gedir. Puanlamaya görə vəzifə artımı, maaş artımı da var. Orta məktəblərdə dərs deyən müəllimlərlə lisedə dərs deyən müəllimlərdə fərqlər odur ki, yəni orta məktəbdə məktəbin yerləşməsindən asılı olaraq, müəllimin nəticələrindən, müəllimin aktivliklərindən, məsələn, belə deyim də, nümunəvi müəllim olaraq ümumi müəllim kimi müəllimin artıq əgər Türkiyədə olsaydı, inanın ki, nə qədər puanlaması olardı, yəni balları olardı ki, bu da nəyə təsir eləyir? Müəllimin maaşına təsir eləyir və maaş sistemi orada belə deyim, düzdür, xərclər Türkiyədə Azərbaycandan daha çoxdur, belə müqayisə eləsək. Biraz bahaçılıqdır, belə deyə, amma müəllimlərin maaşı bizim müəllimlərlə maaşda, yəni müqayisə eləsək 2,5 dəfə daha çox maaş alırlar. Yenə deyirəm, məsələn, biz müdiriyyətdən soruşduq ki, nə cür direktorluğu nə cür əldə edə bilərsən, tutaq ki, direktor olmaq istəyirsənsə, xüsusi imtahanı yoxdur. O idarəçilikdir, məktəbdə dərs deməyinə başladığından ta olaraq həmin addımları keçir və xallar qazanır. Qazanmasa, o xallar müəyyən, tutaq ki, 10 xalı qazansa, 10-15 xal qazansa, o artıq keçid hər dəfə yeni bir addımları irəliləmiş olur. Və direktorların özləri də 4 il fəaliyyət göstərə bilir hər bir məktəbdə. Buradakı rotasiya, məsələn, 3 il bitdi, Azərbaycan təhsil sistemində 3 ildən sonra yer dəyişmə eləyə bilər. Orada isə 4 ildir. 4 il bitəndən sonra könüllüdür. İstərsə həmin məktəbdə qalıb yenə fəaliyyətini davam elətdirə bilər. Əgər istəməzsə, yenə başqa məktəbə keçid, yəni sənədin belə deyək də verər, başqa məktəbə keçid alıb orada fəaliyyət göstərə bilər. Türkiyə təhsil sistemi ilə bağlı hər hansı sualı olan var? Sizin üçün dərinizdə başqa proqram da var idi deyəsən, qrup, yoxsa? Bir də qrup proqramdır. Müəllim, qrup proqramına da bir dənə keçid edeyim.
Grok proqramı belə bir proqramdır ki, Grokda istədiyimiz deməli sualı yazsaq, ətraflı şəkildə Grok bizə həmin sual haqqında geniş məlumat verir. Yəni bu dərslə bağlı olsun, belə deyim, istənilən məsələn ev texniki əşyaların, avadanlıqların istifadəsi ilə bağlı olsun və təbii ki, biz təhsil sistemində ən çox dərslə bağlı belə suallarla rastlaşırıq və istənilən sualı Groka yazsaq, o sualı rahatlıqla yəni cavab tapa bilirik. Grok proqramının özündə elə Google-dan hesabımıza girib oradan yükləyə bilirik. Və Grokda da hazırladığımız materialları asanlıqla deməli burada fərqi nədir? Burada səsli olaraq da sual verə bilirik. Yəni mikrofonla danışıb səsli olaraq da verə bilirik, yazılı olaraq da verə bilirik. Həmçinin videolar hazırlaya bilirik, şəkillər hazırlaya bilirik. Sonra telefonumuzun, kompüterimizin yaddaşında olan şəkillərdən, PDF-lərdən də istifadə edə bilirik. Həmçinin yeni çəkilmiş şəkillərdən, yeni çəkilmiş videolardan, yəni hal-hazırda Qroka girib yeni çəkilmiş videolardan kameranı açıb videodan da istifadə edə bilirik. Yəni hər hansı videonun hazırlanması üçün baxın Create Videos bassam, yəni yeni video hazırla. İstənilən mövzuda burada yazsaq, video seçənəkləri, şəkillər, slaydın hazırlanması üçün özümüz seçim eləyə bilirik. Məsələn, hansı mövzuda yazsam, artıq keçdi ödənişli sistemə. Deməli, ödənişsiz versiyası da Əvvəldən var. yəni bir şey işlətmisiniz də bu gün ha. İşlətmisiniz ha, limiti imişsiniz. O limitə görə bəli müəllimə, bəli. Amma video yox, amma sualı istənilən sualı yazıb burada həmin sualın cavabını tapa bilirik. Yəni burada limit yoxdur sualların yazılışında. O Gemini də var. Bəli, Gemini-də də var. İnanın ki, Gemini-dən, ChatGPT-dən daha dəqiq burada məlumat verir. Məsələn, yazım ki, trapesiya haqqında məlumat. Şəkil də verə bilir, şəkil. Slayd, şəkil. Videoda daha rahat olurdu, amma belə məlumat verəndə şəkil o qədər də olmur, yox. Baxın, trapesiya artıq gəldi. Ki 30 səhifəlik trapesiya haqqında nə varsa hamısını yazdı. Yəni buradan həmçinin verdiyi məlumatı bəyənə bilirik, paylaşa bilirik ki, istənilən məsələn WhatsApp üzərindən, Instagram üzərindən, yaxud da ki, Chrome-dan, Facebook-dan hər bir yerdən yəni paylaşım edə bilirik. Həmçinin belə deyim, əgər məlumat haqqında daha geniş məlumat almaq istəyiriksə, təkrar bir də yazırıq. Bərabər, məsələn, altda yazıb seçənəklər verib ki, bərabər yanlı trapesiya haqqında ətraflı məlumat, Pifaqor fiqurları müqayisə, burada fiqurları, yəni bu müqayisə, yəni bu seçənəkləri də verir ki, əgər istəsəm bunlar haqqında da məlumat verə bilərəm. Sualı olan var Grok haqqında? Ən çox uşaqların bizə verdiyi yəni suallardır ki, müəllim, riyaziyyat bizə nəyimizə lazımdır? Baxın, o hissəsini də hətta vurğulayır. Trapesiya gündəlik həyatda çox rast gəlinir. Yəni uşaqlara artıq belə deyim, nümunələrə çətinlik çəkmirik ki, yol nişanlarında, bəzi tikinti konstruksiyalarında, mebel dizaynında və s. yəni trapesiya ilə rastlaşa bilirik. Hətta dərziçilikdə ən çox nümunə göstərdiyimiz ki, yəni ətək tikilişində, belə deyim, qadınların ətəyində, yaxud pencəyin yaxasında, burada yəni bizə lazım olur. Həm qızlar üçün, həm də oğlanlar üçün riyaziyyat həqiqətən də həmişə həyatda bizə lazımdır. Grokun da üstünlüyü odur ki, bu mövzuda da bu mövzulara da toxunur ki, suallar şagirdin verəcəyi hər bir sual artıq burada əlimizin altındadır. Sualın cavabı.
Və bizə yenə də veribdir ki, əgər trapesiyanın konkret bir növü, məsələn deyir, bərabər yanlı növü haqqında sahəsinin hesablanması nümunələri, diaqnalların uzunluğu və ya şəkillər ilə daha ətraflı izahat istəyirsənsə, de, məlumat verim. Yəni artıq yada salır. Hansısa bir hissə yaddan çıxıbdırsa belə, yenə də yada salmış olur qrup ki, yəni bunlar haqqında da məlumat verə bilər. Baxın, həmçinin qrupda burada PDF-lər telefonun yaddaşında olan PDF-lərdən götürüb, şəkillərdən götürüb, yerləşdirib həmin şəkil haqqında da məlumatlar əldə edə bilərik. İndi biraz testlər var əlimdə. Uşaqlarla 11-ci siniflərdən işləmişdik. O testlərdən məsələn hər hansı fotonu seçib orada onun haqqında yaza bilərik ki, bizə məlumat versin. Baxın, artıq testlərin izahını bizə göstərəs. Yəni bu şəkildə nələr var deyə onun izahını verəs. Yəni səhifənin artıq hardan olduğunu Azərbaycan Məktəb Riyaziyyat Dərsliyi və ya Sertifikasiya MİQ TQDK, yəni DİM hazırlıq tərəfindən bir səhifədir. Artıq səhifə haqqında məlumat verir. Səhifədə sürət yol, yəni artıq o səhifədə testlərdən nələr danışılır, o haqqda da məlumat verir və səhifədəki məsələlərin özünü verir. Sonra da əgər istəsək ki, o hansısa nömrəli, məsələn yazsam ki, 166 nömrəli tapşırığı həll et, o artıq 166 nömrəli tapşırığın həllini verəsidir. Buyurun. Artıq 166-cı tapşırığın bizə addım-addım verdi ki, verilənlər maşının sürətini veribdir, bu sürətdə getdiyi 6 saatdır, vaxtı veribdir və s. Yəni, məsələnin həllini addım-addım burada göstərdi. Qısa yol yeni sürət və həlli tam həllini verdi və anlaşılmadısa başqa sualın həllini də verim deyir. Yəni, əgər bu bizə anlaşılıqlı deyilsə, buna uyğun başqa da sualın həllini bizə göstərir. Bura qədər sualı olan var. Həmçinin yenə də sualları biz paylaşım edə bilərik. Həmin sualla bağlı, baxın, aşağıda yenə göstəribdir. Başqa sürət problemlərini həll et, fizikada sürət qanunları. Yəni, birbaşa həmin keçidi də eləyib, fizika fənni ilə də əlaqəsini göstərir ki, bizim, yəni, təhcə bu məsələ riyaziyyata yox, həm də fizikaya aiddir. Bu da belə deyim də, şagirdlərdə və müəllimlərdə fənlər arası inteqrasiyadır həm də. Yəni, o inteqrasiyanı da göstərir ki, yəni, bundan da istifadə edə bilərsən şagirdlərə daha anlaşılıqlı olsun deyə. Müəllimlər, sualı olan var? Hadisə müəllimə, çox sağ olun. Allah sağ olasın. Buyurun. İnşallah ki, daha yararlı oldu müəllimlərə də. Çox sağ olun. Mehriban müəllimə, axşamınız xeyir. Salam, axşamınız xeyir. Necəsiz? Söz Sağ olun, verdiğiniz yaxşı olasınız. tədarükçə Mehriban müəlliməyə. Paylaşım mən də ekranımı. Əsl ziyafət, əsl insan, əsl dost. Yəni ekran paylaşımı görünür. Düzdürmü? Bəli, görünür. Hı.
Ben niye Zoom bilmədim. Bəli, işləyirəm. Mehriban, nə dediniz? Deməli, Səsiniz kəsik-kəsik gəldi. deyirəm, Nə mən niyə deyirdiniz? Zoom açmadım? Deyirəm ki, biz bərabər işləyəsiyik də müəllimlərlə. Bəli, sizlə bərabər işləyim. Belə eləyək, bəli. Aha. Deməli, yeni bir proqram açılır, Nova. Hələ mən o çox araşdırmamışam. Çox da istifadə eləməmişəm. ChatGPT, Gemini, ondan sonra Manosir. Amma hələ ondan istifadə eləməmişəm. Təzəlikdən, yəni mən də bunu görmüşəm İsraillərin səhifəsində və götürdüm, yazdım, amma hələ ona girə bilməmişəm. Mən bu günləri müəllimlərə Wordful haqqında demək istəyirəm. Müəllimələr, hazırlıq birlikdə başlayaq. Yəni, proqram adını mesaj yerinə yaz. Tam bilsinlər, olar mı Mehriban müəllimə? Aha, yazım, yazım. Bir dəqiqə. Sadət mənim şəkilləri çəkirsiniz. Yazdım. Aa, buradan səhv düşdü. Bir dəqiqə. Yəqin ki, bəlkə də hansısa müəllimlər bu proqramdan bilmiş olar. Mənim səsim gəlir. Gəlir adını yazmışsınız. Mən görmədim proqram adını. Elm və şeyə yazmışam da. Nədir? Mesaj yerinə. Qrupumuza yazmışam. Ha, Ha, buradan mesaj. yazın. Ha, Deyən görüm, mən sizi bu proqramı alta vurdum axı mən. hamı qrupda Ekran yox, paylaşıb. olmayanlar da var. Buna görə buraya yazın. Bu ne bir oldu ya. Baxın müəllimələr, əgər ekranımı görürsünüzsə, alındıra bilmədim. Ekran paylaşmamışsınız, görünmür. Ekran paylaşmayıb. Yox, paylaşmamışsınız. Paylaşmışam. Hə. İndi oldu. Aha, bağışlayın, bağışlayın. Deməli, müəllimələr, giririk. Başdan gəlin. Səhifəyə girdiniz Google-a. Yazırıq bura Wordwall.
Yaza bildiniz müəllimlər? Deməli, dərslərimizdə çox gözəl, məsələn, riyaziyyat dərsi olsun, fizika dərsi olsun, Azərbaycan dili dərsi olsun, maraqlı oyunlar tərtib eləmək istəyən müəllimlər üçün çox gözəl, özü də pulsuzdur. Düzü peşəkar panellərimiz var, onlar pulludur. Amma yəni buradakı istifadə elədiyimiz resurslarımız pulsuzdur. Müəllimlər, gələ bilmişsiniz bura qədər? Heç kəsin səsi çıxmır. Heç kim cəhd Müəllim, eləmir. Eşidirəm. hə, yəni deyirəm birdən səsim gedər, nəsə bir şey olar, Yox, ona yox, görə tez-tez adınızı çəkirəm. Hə, yox, çəkin. Yox, səsiniz yaxşı gəlir. Siz əlifbasla başlayın. O video baxıb bəzən müəllimlər edirlər, çəkilişi, dərs yazılır axı. məsəl üçün anagrama, yəni orada özünüz də gördünüz. Burada bir dənə söz yazaq. Hər hansı bir sözü yazaq. Layihəmizin adını, bir sözünü deyin. Layihəmizin bir sözünü deyin. Müəllimə. Bizim Bir dənə siz beynəlxalq. söz deyin, mən bura yazım. Beynəlxalq. Beynəlxalq. Hı -hı. İndi mən bunu verdim. Baxın, sözün yerini dəyişənək verib. Məsələn, bunu uşaq düzgüncə tapmalıdır. Saniyələr arasında. Yox, söz, yox, belə test üçün verirsiniz. Yəni uşaqlar söz tapmalı belə. Bəli. Hı. Lap artıra da bilərdik biz biraz. Məsəl üçün, nə ayrı söz deyək, deyəm, bir dənə olmasın, bir neçə dənə olsun ki, eyni anda neçə formada resurslar var isə, yəni onu uşaqlar rahatlıqla uşaqlara öyrətməyin yolları var. Kim hansı proqramı bəyənmiş olsa, yəni ondan işləyə bilər. Siz bir 10 dənə söz deyin mi? Yaz kitab, məsəl üçün, müəllim, kitab, təcrübə. Kitab. Hı -hı. Sonra üçüncü sözümüzü yazaq. Müəllim. Təcrübə. Hı -hı. Sonra Sözlə bir əlaqəli olmalı deyil, yəni. Məsələn, qızılgül. dəxli yoxdur. Dəxli yoxdur, yəni sözlər deyə bilərsiniz, tək-tək sözlər. Məsələn, riyaziyyat yazım. Hə. Yəni bunu dərslərin özünə də şamil eləmək olur. Yəni hansısa fənn məsələn öz fənnimə şamil etsəm, öz fənnimə aid olan sözlər deməliyəm belə. Bəli. Özünüz dərsi nətər qurursunuz, hansı nələrdən istifadə eləyəsiniz? Məsəl üçün, tənlik, nə bilim, sonra Fəthi tənlik. həndəsə, onu da nə bitirək də. Kvadrat. Hı -hı. Trapesiya. Bir də Cürə. Yəni də bəzək Cürə. cismi olsun. Hı -hı. Kim çıxdınızsa müəllimə. Hə? Paylaşımdan çıxdı. Paylaşımdan çıxdım. Bəli. Niyə? Görüm, nə oldu mənə? Mənim gəlmədi. Gəldi, paylaşım gəlmir, səsiniz gəlir. Paylaşımı basıram axı deyib, paylaşımın üstündən basmışam. Yəni internetiniz zəifdir, yox gəlmir. İnternetimiz zəif deyil axı, var. 3-4 dənə dalğamız da var. Bu niyə belə oldu ki?
Təkrar cəhd eləyin. Eləyirəm. Narahat olmayın. Yox, 2 dənə proqram hazırlamışam. Özdə qabağıma məqsəd də qoymuşam ki, bu proqramları müəllimlərə öyrədəsiyim. Öyrədəsin. Hə, işləməlidirlər. Mənim gəlmədi. Yox, Ekran paylaşımı yoxdur. yox. İnternetdə də elə bir zəiflik də göstərmir. Yaraq bir də çıxın, bir də girin. Mən elə görüm, ha. Gözləyir. Bir dənə vəbşə proqramdan çıxım, təzədən qoşulum. Heç çıxmadan da təzədən bir dənə qoşulum, ikinci olsun. Dərs qutalarına çıxacaq. Yenidən qoşulursunuz. Nəsə bir şey olur da. Niyə belə oldu bilmədim axı. Digər proqrama girin görüm, digərlə. Bəlkə proqramda problem var. Hansı proqramda? Yəni, Virtualda. ha, izah Ondan çıx. Niyə belə olsun ki? Deyən görüm, çıxın. Mən niyə ekran paylaşılmır ki, mənim ekranım? Telefonla girim, belə göstərim, nətər eləyim bəs? Müəllim. kompüterdəsiz indi, ha, kompüterdə. Hə? İndi kompüterdəsiz. Necə elə oldu ki? Bilmirəm, qəşəngcə gedirdim, anidən siz dizisi göstərmirsiniz də. Hı. Bəlkə siz bir dənə oradan baxasınız, bəlkə nəyəsə bilmədən nəyəsə toxunun şey olub, atılıb. Mən necə baxım, siz görmürsünüz. Mehriban müəllimə salam, axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Mehriban müəllimə, əliniz stop şeyə dəydi sizin. Mən buradan gördüm ekranda. Əliniz öz telefonunuzda stop şeyə dəydi, ona görə çıxdı. Təzədən o əvvəl necə paylaşırdınızsa, yenidən eyni addımları edin, alınacaq. Yəni o Baxın, bir dənə mən bu proqramdayım, telefonumla da bir dənə qoşulum. Sizə göstərim. Əliniz nəsə dəyibdir də. Hə, bilmədim, bəlkə də dedim daha çox. hə, orada stop şeyə ekrana yazılmışdı, ora vurdunuz. Orada ox işarəsi var ya, proqramda ox işarəsi, üzü Bilirəm. yuxarı. Hə. Göstərir ki, paylaş da. Hə, ona vurun. Gələn birinci əmrə vurun və salam açılacaq, düzələcək. Qalan heç bir problem yoxdur. Demir. Mən iki tərəfdən də qoşulmuşam. Baxın, müəllimə. Heç ekranı da daxil şey eləyəməm. Baxın, burada, bilməm, görürsünüz? Hə, siz orada, bəli, bəli. Hə, Bax, paylaş var. bəli, hə, Aha, o paylaşıram. Burada gəldi. Buranı basanda gəlməlidir də. hə, bir dənə vuranda üstünə nə yazır ki? Hə, o birinci qara ekran var, bax onun üzərinə lap birinci əmr var, orada 3 dənə düymə var, 3 dənə yuxarıda pəncərə oknu. Aha, Sağ olun, alın. oldu. Bəli. Buradan çıxım.
Word vol yazırıq müəllimlər. Müəllim görünür. Görünür, bəli. Hı -hı. Baxın müəllimlər. Deməli Word vola giririk. Çoxlu sayda bizə burada oyunlar, dərsi maraqlı qurmaq üçün panellər verirlər. Məsələn, bir dənəsinə girirlər. Mehriban müəllim, sözünü kəsin. Hətta başqa bir panellər var. Onlar nə deməkdir? Onu da izah edərdinizsə. Söz Bunlar məsəl üçün. Hə, Bunların hamısını bir dənəsini yazıb, hə, müəllimə bir dənəsinə ona görə 10 dənə yazmaq istədim ki, hə. sözləri. Yəni olan hamısını da göstərəcəm. Eyni sözləri hamısını da göstərəcəm. Yəni Oldu. Hə, kimin dərsinə hansı uyğun olmuş olsa, hansı mövzuya daha hansı yatımlıdır, uyğundursa, müəllimlər ondan istifadə edə bilər. Özü də çox maraqlıdır. başa düşdüm mən. Bir dənəsinə yazaq, belə 10 dənə söz. Yaz da çiçək, gül, kitab, dəftər, trapesiya, düzücaqlı, döpücaqlı. Nə? Vəssalam. Tarix. Bir şey yaz, ne yaz ya? Yaz. Tarix. Qarabağ yaz bir dənə də, son sözə də. Nə yazım? Qarabağ. Hı. İndi bu uşaqlar, məsələn, uşaqlara yarış üçün də veririk də. Burada tez-tez, məsələn, buna basırıq. Hı. Yəni, uşaqlar bunu saniyə ərzində uşaqlar arasında, iki uşaq arasında yarış üçün. Sözümüz nə idi? Kitab. Üçüncü sözümüz nə idi? Riyaziyyat. Bu riyaziyyat da olur mu? Yox. Trapez. Trapez. Mən uşaqlar əvvəl yazdığım sözləri görmürlər, elə deyil. Bəli, yox, yox, onu evdə özünüz tapırsınız. Məsəl üçün, mətnə uyğun, mövzuya uyğun. Məsələn, Azərbaycan dilindən mətndirsə, mətnin içindən seçib. Məsələn, uşaqlara deyək ki, mətnin içərisində ad bildirən sözləri seçib eləmək olar. Və yaxud da ki, məsələn, riyaziyyatdan mövzunun adını, indi başqaları da var da, bunu keçək, başqaları da var. Onları da göstərəcəm. Onda hansı uyğundursa riyaziyyata belə. Mehriban müəllim, sən məsələn sözləri yazdım. Uşaqlara Gmail-i göndərir, yoxsa hansı WhatsApp-a nəyi göndərirsən Bu ona? dərs arasında. Məsələn, mən buna atıram, nədir, proyektorla qoşuluram. Uşaqlar özləri yerlərində avtomatik yazırlar. Eyni sözü qoymamışam. Məsələn, deyirəm ki, hərəsinə deyəm 30 saniyə, 40 saniyə sözün çoxluğundan, azlığından baxıram da. Deyirəm ki, məsəl üçün, lövhəyə salıram da. Orada uşaqlar baxılır, hamısı da özləri A4-də yazırlar. Görək kim daha çox sözü tapır, kim nə eləyir. Belə oyun eləyirik də uşaqlar arasında. Bildim mən. Müəllimə, bu ingilis dilində daha yaxşıdır. Mətndə yeni sözləri seçirik. Çox maraqlı olur bunda. Mən eləmişəm bunu. Öz dilimizdə də yaxşı uşaqlar sözləri düzgün yazmağı öyrənərlər heç olmasa.
Ay sağ ol. Bəli. O anda yəni hamısı yaxşı oldu. Bu hansı sözdür? Ürək Riyaziyyat. tutsa, nə idi bu? Riyaziyyat idi. Dur, riyaziyyat Kürə. gördüm. Yox, Kürə. kürə. Deyirəm yox, kimin Riyaz- yadında qalıb? Riyaziyyat Burada hiç ürək öğrenmiyoruz alınır. ha. Bunun özü müəllimlərlə bir dəfələm oynayıb onların beyindəki yükü, ağırlığı götürmək daha maraqlı olar. Mesela ben mesela her hansı bir mesela 100 tane 100 yok çok oldu. 20 tane söz veririm şuna hikaye yaz. Yazabilir. Bu hansı proqramına görə belə məsəl üçün də sözlər verirəm. Məsələn uşaqlara verirdi ki, sözləri 10 dənə sözə aid bir hekayə yaratdı. Uşaqlar yaradırdılar. Məsələn mən deyirəm onun ardınca bir uşaq deyirdi. Həmin sözə uyğun. Yəni elə bir proqram varmış ki, onu da eləsən. Hekayə yazmaq üçün heykəldə çox gözəl yazmaq olur. Notelen-bookda yazmaq olur onlarda hekayə. Bu nə hansı söz idi? Mən görmürəm elə bir dənə söz görmürəm orada. Kimya. Bu da qara. Qarabağ. Bax. Ay sağ ol. 3 dəqiqə 58 saniyə. Oyun tamamlandı. İndi baxaq. Eyni sözü, eyni başqasını da baxın. Bu da başqa formadadır. Burada çox qəşəng uşaqların adlarını yazıb oyun eləyib altında gizlətmək olur. Məsələn, riyaziyyatı hər uşağın çaxdır, döndürür, gəlir. Hansısa bir sözə. Məsəl üçün, kitab. İndi uşağı qaldırmışıq, deyirik ki, məsələn, kitab haqqında bizə məlumat ver. Uşaq kitab haqqında danışır. Və yaxud da ki, məsələn, kitaba aid şeirdir nə? Kitab nədir? Nə, yəni bununla. Bunun olandan sonra ortadan qaldırırıq. Hansısa bir uşağı qaldırmışıq, bəxtə oyundur. Hansı düşər? Məsəl üçün, bunu yenə döndürdük. Məsələn, Ümmü müəllimi qaldırmışıq, hə? Ümmü müəllim kürə haqqında bizə məlumat verir. Sizə kürə düşdü. Öz ortadan qaldır nə deməkdir? Ortadan qaldır. Ortadan qaldırmaq, yəni o yoxdur da, artıq getdi. Yəni Hə. siz o haqqında danışdınız, Yəni o söz artıq oradan silinir. getdi. O söz oradan silinir daha. Biz özümüz götürürük də. Çünki Hə. məsələn sinifimizdə neçə 20 şagirdimiz var isə, bunu artıra da bilirik də biz. 20, məsəl üçün 20 dənə uşağın hərəsinə bir dənə söz yazırıq. Həmin sözü uşaqlara məsəl üçün qaldırırıq, amma bilmirik ki, hansı sözü kiməsə verəsiyik. Orada döndürmə. Bu əsasən açıq dərslərdə maraqlı olur. Nəyə görə maraqlı olur? Çünki o bilmirsən ki, hansı uşağa bu həqiqətən real bir dərs olur da. Bəzən Hə. axı müəllimlər açıq dərsdə qonaqlar olur deyə şablon verirlər, uşaqlar əzbərləyir. Amma bu proqramla, məsələn, bu oyun vasitəsilə uşaq yəni heç nəyi əzbərləmir. Kimin bəxtinə hansı söz düşəsidirsə, o haqqında deyək ki, məlumatlandıracaqdır. Aa, Məsələn, yenə. maraqlıdır bu. Elmi dərslər. Məsələn, üzə Məsələn, uyğun. uşaq sözü. Yəni uşaq bunu məsələn Azərbaycan dilində deyək isimə, sifətə, saya aid də sözləri qarışıq yazıb uşaqlara. Kimin bəxtinə o haqqında hansı suala cavab verir, nədir? Yəni bu haqqında yəni uşaqları gelişdirməkdən ötürü olan oyunlardır da əslində. Bir dənə bunun belə hamısından gərək istifadə eləyib belə xalqda. Bir dənə pişikimiz odur. Trapesiya məsələn. Yəni bir-bir bunlar döndürürük, çıxardırıq aradan. Müəllimlər, kimsə eləyə bilir bunu. Mən elə danışıram, amma Mən cəhd eləmirəm çünki baxıram açanda bura bağlanır deyə. Bir dənə aha. kompüterdə onu Yox, bizə əsas ümumi müəllimə, bizə əsas o qoşulan müəllimlər lazımdır ki, ən azından bir müəllimimiz də olsa bizdən yararlansın, nəsə götürsün. Ona belə görə. deyək də, Mehman müəllim eləyib qrupa qoysunlar. Ev tapşırıcı Bəli, açsınlar, bəli. Mən bir gün baxacağam ev tapşırır. Mən birinci mən eləyim qoyum. Müəllimlər maraqlansınlar, onlar da eləsinlər. Maraqlı, xoşuma gəldi. Məsəl üçün, mən sabah ümumiləşdirici tapşırıqlar dərsim. Bölməyə aid bir 10 dənə, məndə 30 dənə şagird var, 30 dənə söz qoyuram bölməyə aid. Ben maraqlı olan ki, uşaq hərəsi bir haqqında məlumat versin, maraqlıdır.
Təkrar üçün də bu. Baxın, bunun yəni məsəl üçün nə isə ad dəyişdirmək istəsəz təzədən eləyə bilirsiniz. Ev tapşırığı kimi təyin eləyib özlərini ata bilirsiniz. Yəni bunların hamısını eləmək olur. Yox, yaxşı Mehriban, ev tapşırıcı necə atırsan ev tapşırığı kimi? Paylaş vurursan, Bunu hə? hazırladın. Bunu Hə. hazırladın, uşağın emailinə at. Və yaxud da ki, sinifdə, deyək ki, indi bizdə balacalarda axı yoxdur, telefon. Uşaqların telefonu ilə bir bağlantı yarada bilirik də, onlara qrup yaradırıq. Məsələn, proqram var. Liboy proqramlar var, müəllim. Həmin Bəli. proqramlarla hamısıyla birlikdə proqramın içərisinə girib, onun deyək, ayarlar hissəsinə girib, oradan uzlaşma eləyə bilirik biz uşaqlarla. Bəli, Yəni, hə. həmin telefonla, uşağın telefon nömrəsi ilə nəsə onun uzlaşmasını eləyirlər. Amma informatika müəllimləri çox daha qəşəng bilirlər, onun kodu var. Yəni, mən də o qızımla gördüm ki, məsələn, nəyəsə bir şey olanda, məsələn, mən ona dərslərində köməklik eləyə biləndə, siz bilirsiniz də ki, axı o kompüter qabağında otura bilmir. Nəsə səhv olanda, o biz bir-birimizlə, məsəl üçün, buradan yazıram, artıq o mənə kompüterdə olan proqramın içinə girir öz telefonuna. Qaldı da axırıncı hansı şagirdimizə düşərsə, o da Bunun adı anonim şey, böyle şey de bu, ha, paneli. Bir de burada bir şey var. İhtiras şey, o ne demsə, təsadüfi kartlar, qutunu açın. Bu qutunu açın, mənə maraqlı gəldi. Səs qırıldı. Abi Ayda müəllimə halal olmalı. Bütün mənim təlimlərimdə amma özdə baş müəllimlərə deyirəm, amma Ayda xanım diqqətlə qulaq asın. Sağ olsun. Siz də sağ olun müəllimə. Mən öyrənməyə maraqlıyam. Ya bütün müəllimlər öyrənməyə maraqlıdır, amma biraz tənbəllik edirlər. Amma yaxşı bir şey. Nə ziyanı var ki? Mən Öyrənməyə. buradan çıxıb təzə onu hazırlayacağım. Sabah dərsimə görüm necə olur. Qəşəng mənim xoşuma gəlir. Mən özüm siz kimi düşünmüşəm. Sabah tez hazırlayayım. İnşallah. Kim arzulasa qrupa qoyarsınız onu Ayda xanım. Hazırlasanız qrupa qoyun. Kim mən bugün istərsəm bunu hazırladım. Bir də o paylaş qismini də öyrənim. Görüm o flash kartı götürə biləcəm. Çünki mən internet yoxdur bizdə. Mən çox şey flash kartı ilə Mehriban müəllim, biz hazırladıq bunu. Düz məktəbə aparaq flaşkada, yoxsa necə paylaşaq onu aparaq məktəbdə? Məsələn, mən kompüterdə dediyinizi elədim. Mehriban müəllim donub deyəsən, interneti zəif. bəli o səsi getdi, dondu. Mən düzüm məsələn kompüteri məktəbimiz dolu kompüter Nə gözəl bilsərsiniz. Mehriban müəllim, səsiniz çox qırıq gəlir. Səsiniz qırıqca, heç nə bilmədim. yəni kompüterimiz olur. Səsiniz çox qırılır, çox kəsilir Mehriban müəllim. Mənimə gəlir. İndi gəl daha bəyə heç şey eşitmədim. Mən Yenə qırılır müəllimə, qırıq-qırıq çox. Heç başa düşmək olmur. mən Eşidirəm, mən sizi eşidirəm, amma səsiniz kəsilir. Nədən görəsən? İnternetdən də görəsən? səsim gəlir. İndi gəldi. Deyirəm ki, Mehriban müəllim, səsiniz qapanmamışam. 2008-ci ildən də mən kompüter daşıyıram, yəni məktəbə.
O vaxt heç öz məktəbimizdə proyektor yox idi. 11 nömrə. Səsim çox kəsilir. İndi yox, indi gəldi biraz əvvəl. Deyirəm Hə. ki, mən heç vaxtda flash kartda heç nə aparmamışam məktəbə. 2008-ci kompüterlə işləyirəm. Yenə getdi müəllimə. O vaxt məktəbimizdə proyektor Gerçi izah edəcəkmi? Siz o proqramları izah edin. Ədalət Heç nə başa düşmək olmur. Səs heç nə. Mehman müəllimə, bir dənə görüntünü kəsin, bəlkə görüntülər var deyə. Görüntünü bağlayın, bəlkə deyəm bundandır. ən azından Mehman müəllimə, səsiniz gəlmədi. Amma səsiniz gəlmir. Bu proqramı bizə başa salmalısınız amma. Səsiniz gəlmədi. Siz təzədən girin mi? gəlmir. Müəllimə, çıxın təzədən girin ki, o alınır. Səsiniz, yəni anlamaq olmur səsinizi. Gəldi. Məsələn, məktəbimizdə kompüter var da. Var. Müəllim. Heç nəyə, ay müəllimə, heç nəyə başa düşmək olmur. Mehman müəllimə alınmır. Müəllimlərin vaxtını alır. Səsiniz gəlmir. Çıxın təzədən girin görüm alınır.
Mənim də Mehriban müəllim olur görəsən. Təmiz səs deyirsən. Kəsilib. İşte gözləyək. Məncə tam sonlandıraq. Mehriban müəllim gəlməsin. Müəllim. Bir də Hə. yoldaşıma demişəm ki, bəlkə Wi-Fi-da problem var. Nə olar? Şeyi açsın, megabaytını açdı, ondan qoşulmuşam. İndi gəlir səsim aydınca. İndi yaxşı gəl Bəyəqlamil 5 dəqiqə sizə eşitmədi. Nə dediniz bilmədim. Aha, Dediniz ki, təzədən başlayarım. bir sual verdim ki, necə məktəbə apıraq. Lap indi həmin proqramı həmin tapşırıqları həll quraşdırırsaq da necə aparaq? Dediniz ki, mən kompüter daşıyırdım. 2008-dən kompüter daşıyıram. Bunu anladım. Biz elə kompüterdə Aha. aparaq. Biz necə aparaq bəs məktəbə? Məktəbdə kompüter yoxdur məktəblərdə, Var, otaqlarınızda. var. Yox, bizdə Evdə bunu yoxdur müəllim. hazırlayırsınız. Hə, sizdə Hazırlama. yoxdur. Valla Hazırlama mütləq bax, kompüter məktəbdə. lazımdır. Mehriban müəllimə, mən üçün burada Hə. məktəbdə vaxt olmur axı hazırlanma. Birinci saat dərsim var mənim. Burada hazırlayıb aparmağa deyirəm. Olmaz elə bir şey. Məsələn, burada kağıza hazır formasını yazıb neçə saniyə keçdi ki, mənim onu yazmağım. Heç bir dəqiqə bitmədi də tez-tez yazmağım. Hə. Düzdür? Yəni, məsələn, həmin gün uşaqlarla birinci saata işiniz var isə, dərsiz birinci saatdırsa, bir 10 dəqiqə tez gedin məktəbə. Məsələn, mən proyektorla işim olan günüsü mən biraz tez gedirəm. Hardasa 8-ə 20 dəqiqə zat qalmış məktəbdə olam. 9-un yarısı dərsim başlayır. Mən gəlib sinifə hazırlayıram. Məsələn, sabah 3-cü saat dərs dinləməm var. Məsələn, o 5 dəqiqəlik tənəffüsdə mən işimi qurasıyam. Oyun əsaslı eləyəsiyəm riyaziyyatdan. Dərs dinləməm var. Alış-veriş uşaqlara demişəm nələrsə gətirin. Yəni, onları hazırlayasıyam müəllimlər sinifə gəlib girənə qədər. Hə, bildim. Yəni biz də qabaqcıda orada məktəbdə hazırlayaq deyirsiniz. Çünki mütləq kompüter lazımdır. Kompüter, yəni otaqlarda olmasa da bir Özünüz də apara bilərsiniz. İndi o birilər bir dənə ötəri deyil Hə, mi? o birisini də göstərirdim. Bir dəqiqə. Buna baxdıq. Deməli, təsadüfi kartlar mənim ən sevdiyim uşaqlarımla oyunum budur. Yəni, ən çox bunu oynayırıq biz. Uşaqların göz yaddaşını, vəbşə yaddaş güclənməsini daha çox dağınıqlığını toparlamaq üçün. Çox qəşəngdir. Məsələn, 10 dənə söz yazmışdıq da Bəyəxlam, düzümü? Bəli. Ay sağ ol. Məsələn, burada biri açdım nədir bir də? Məktəb sözü. İndi 9 açdım Qarabağ. Bax, olmadı. Cütləşdirmək lazım idi. Məsələn, 3 açdım nədir? Kitabdır. Məsələn, buradan açıram 12 uşaq. İndi bu uşaq diqqətli olmalıdır ki, nə qədərlə o yadında qalsın da. Məsələn, hamısı da ayrı-ayrı gəldi. Tarix. Qarabağ. Hə, Qarabağ mənim qabağıma çıxmışdı. Hansı idi yara? Qarabağ. Fikirləşirəm ki, 9-da var idi, bir də 6. Ha, bu cütləşdi. Bu aradan çıxdı. Sonra açıram. 18. Kimya. Kimya çıxmışdı sizcə müəllim hələ? Yox. Çıxmamışdı. Məsələn, buradan 15-i açdım. Amma kürə hardasa çıxmışdı. Neçənci idi o yara? 4 desəm. Kürə. Mən bunu biraz oynamışam da biraz diqqətliyəm. Amma neçə müəllimlər varıq da hərə bir şey yadında saxlamış olsa tez olaraq. Yəni məsələn bu komandalarla da oynayırıq biz arada. Fərdi də uşaqların əsasən o belə deyim, mənim sinifimdə biraz autizmlə meyilli uşaq var. Əsas onun diqqətim, axı çox yayınıq olur elə uşaqlar tıqqa eləyirlər də, reaksiya verirlər. Əsasən elə uşaqlarla, biraz xəstə uşaqlarla daha tez qavrayırlar. Daha diqqətli olurlar belə uşaqlar. Kitab, amma kitab hardasa da var idi də, mənə elə gəlir ki. Əvvəl açıb baxırsan, ha, yadında saxlayırsan elə. Ay sağ ol, bir dənə biri açmışdım, nə idi? Axı açdıqların, yəni bəxtəxuda deyirlər, belə ciddi olanda
onu iki uşaq arasında eləyəndə görək daha kim tez yadında saxlayacaq və yaxud da ki, Məktub. kim daha çox oyunu söz götürdü, daha kim və məsələn onun formada plus minusla da uşaqlara da elə bil ki, bir nömrə, iki nömrə belə də ikizinin arasında yarış kimi də eləmək olar. Ha, neydi? Kimya. Kimya neçədəydi? Bax. Trapesiyanın biri neçədəydi? 17 səhv eləmirəm. Ay sağ olun 17 idi bəli. Tarix neçədəydi? Buraydı deyəsən. Yox. Bax gördünüz. Kimya. Kimya getdi. Çox maraqlı şeylər yaratmaq olur. Uşaq. Birdi məktəb. Bir məktəb. Ay sağ olun. Baxın görün nə qəşəng yadınızda saxlamısınız. 12 atmışım heç. Uşaq. Bir də 4 idi uşaq. 2 idi uşaq. 2 idi uşaq. Hə. 2. Aha, 12. 19, 16. Aha. Riyaziyyat. Riyaziyyat. Məsələn, bu qruplar arasında da eləmək olar. Uşaqlar, məsələn, 4 nəfərlik qruplarla belə. Amma daha maraqlı, ən çox sevdiyim oyunlardan biri budur. Uşaqlarımızla çox elədiyimiz. Bu da təsadüfi kartlardır. Karışdırırıq kartlarımızı. Məsələn, birinci tarix. Uşaq. Məsələn, dağıt. Geri aldın. Yadında saxlaya bilər də ki, hansı sözdən sonra hansı idi, nə? Belə. Karışdırdı. Dağıtdı. İndi məsələn, uşağa sual verə bilərsən, ən birinci kartımız nə idi? Baxın, o da uşaqların diqqətini gücləndirməkdən ötəridir. Yaddaş kartı. Bir dənə də. Bir dənə də yaddaş kartımız var. Məsələn, çevirsən, uşağa deyirsən ki, buradakı nə idi, hansı söz idi? Məsələn, elə uşaq var ki, daha dağınıqdır da, heç baxmır. Hə, uşaq bildi, bilmədi, məsəl üçün. Sonra ikinciyə, kimya. Və yaxud da ki, ard-ardına keçirsən, riyaziyyat, məsələn, deyək, 4 dənə, 5 dənə sözü ötürdün, sonra qaydırsan 1-ə. 5 dənə söz, 6 oldu da burada. Məsələn, birinci söz nə idi? Gəl baxaq görək həmən idi, yaddaş kartıdır, bu da. Çox maraqlıdır, yəni uşaqlara maraqlı gəlir. Bilmirəm, mən indi ibtidailərlə işləyirəm deyə ibtidailərə belə bir şey maraqlı gəlir. Yoxsa həqiqətən də yuxarı sinifin uşaqlarına da maraqlı ola bilər. Məsəl üçün, bu uyğun cütlər var idi Ayda müəllimə. Bəli, mən deyirəm, bəli, uyğun üstülər. Uyğun cütlər mənə elə gəlir ki, ingilis dili dərsində daha faydalı olar. Bəli, müəllimə elədi. Amma əfsuslar olsun ki, mən aparıb burada işləyə bilmirəm. İnternet yox. Ancaq gələni planşet alım, ondan hazırlayım. Müəllimə, siz aylıq, məsəl üçün, məktəbdə internet yoxdursa da, özünüzün kompüteri var. Bəli, var. Məsəl üçün, aya 22 manata aylıq, yəni ev internetlərdə fibernet verir də, telefona yüklüyürsünüz, ondan da açıb, məsələn, paylaşım eləyib kompüterə də qoşula bilirsiniz. Məsələn, o 18 manat idi, indi qalxıb olub, yəni aylıq 22 manat. Hal-hazırda, məsələn, mən yoldaşımın telefonu ilə qoşuldum. Əvvəlcə disk səslər qırılır deyə. Yəni, o üstündə daşıyırsan da, hara getmiş olsan, sənin telefonunda da həmin internet. Yəni, o çox, məsələn, aylıq
Kinoya da bax, nətə ev internetimiz var isə, yəni o da pastayan sən bir ay boyunca limitsizdir də. Aha, İnşallah. Hə, yəni imkan olarsa bundan qoşula bilərsiniz. Nə idi? Biraz maraqlı, bəzəkli, düzəkli bu versiyalarını verir elə Sehirli Kitabxana həmin. Aha, kitab. Çevirsiz, yəni həmin sözlərimizdir burada gəlir. Məsələn, yəni hamısına ayrı-ayrı sözlər də yazıb nəsə eləyə bilərsiniz də. Bunlar yalnız yaddaşdan ötürü olanlardır da. Yaddaşı gücləndirməkdən ötürü. Çevirirsən, uşaqdan soruşursan, burada hansı söz idi? Məsələn, çevirdin, gəlir saniyə içərisində eləyirsiniz, yəni onu. Sonra açan kimi ondan soruşursunuz ki, hansı idi? Sonra qalib oldu neçəsə belə uşaqlarla. Yəni işlətmək olur. Buludlar. Yəni biz eyni sözlər yazmışıq deyə biraz sizə maraqsız ola bilər, amma başqa bir şeyler olanda daha maraqlı olur. Məsələn, bu buludlara riyaziyyatda misalları da yazmaq olur. Bu özü də yaxşıdır. Məsələn, yazırsan, çevirirsən, deyirsən ki, orada hansı rəqəmlər idi? Məsələn, 3 üstə gəl 5. Cavab nə idi? 8. Ondan sonra burada basırsan. Məsələn, o aşağıda şeylərini işləmək olur. Cavablarını da işləyib vermək olur. Taxta masa, bu da. Burada bəyəkçidir, eynən yaddaş kartımız kimi. Ümmü müəllimə, eşidirsinizmi? Eşidirəm, bəli, baxıram da eşidirəm də. Aha. Bu qədərinə. Yəni ondan aşağıda olanlarımız. Məsələn, bu oyunun sonunda cavabları göstər. Burada. Və redakt edeyim. Məsələn, redakt eləmək olur, nə olur? Yəni burada sizin özünüzə uyğun nə istəsəz, mən başdan basmadım deyə, yəni o düzgün cavabları mənə vermədi. Məsələn, burada verdim. Geri sayma neç dəfələrin 5 dəfə olurdu, nə? Yəni mən onları keçsəm, hesab lövhəsini zaten aşmadım başından ki, mənə lazım deyil də. İndi özümünkilər qarışmasın deyə bu elə beləni. Ona görə onu eləmədim. İndi buradan çıxaq. Mənimlə Humata. Mən sizə indi Humata haqqında danışmaq istəyirəm biraz da. Humatları özün işlətmirsən? Humatada qızımın işlərini görmüşdüm. Proqram, əsasən Humata müəllimlərə bilsiz nəyə kömək eləyir? Sənədlərin zadın işlənməsinə daha çox yaxşıdır. Məsəl üçün, PDF verir, belə deyək ki, tarix fənnidir. Tarix fənnindən kitabı yükləyirik bura. Saytı yüklədik. Bizə əsas nə lazımsa, onu qısaldır, xülasəsini çıxardır, sizə verir. Yəni, hər hansısa bir fənni o daha yaxşıdır da. Məsəl üçün, mən o dərsimdə istifadə eləməmişəm. Çünki mən 1-ci sinifəm. Sahibkarlıq da özümüzün, yəni beynindən keçən bir şeylərin qrup yaratmasıdır. O bizə əl vermir. Yəni, Humatada, amma qızımın, məsəl üçün, dərsliklərinə fransız dili idi, nə idi? Onları yükləyicdən,
nədir? Ondan məsəl üçün nə əsas mövzu uşaq nə danışasısa imtahan suallarına. Yəni onları mənə verirdilər. Verir. Məsələn, buradan qovluğu əlavə eləyirik. Adını yazırıq. Məsələn, burada meyvələr görüm açır. Baş verdi. Demək, bizim aramızda tarix müəllimi, ondan sonra biologiya müəllimi sadəcə yazıların qısaldılmasını verir Humata. Onu deyim. Pis proqram deyil. Əsas işlərimizi qısaldır da, belə deyək. 10 səhifəlik kitabı verirsən, onu sana qısaca xülasəni verir. Analiz eləyir, sizə nə lazımdırsa həmin sənədləri qısa formada təqdim eləyib, PDF kimi də sizə verir. Buradan yükləyirik. Müəllimələr, kimsə eşidir məni? Eşidirək. Mən eşidirəm. Hamı eşidir, narahat olma, danışın. Bəli, bəli, eşidirik. Bəli, eşidirik. Bəli, eşidirik. Yəni Humatada belədir. Tarix müəllimlərinin əlindən tuta bilər, coğrafiyadır. Ondan sonra biologiya müəllimlərinə, əsasən mənə elə gəlir ki, tarix müəllimlərinə daha əlverişlidir. Çünki onlarda uzun olur axı mövzular. Onun qısa şəkildə əsas xülasəsini çıxartmaqdan ötürüdür bu proqram. Sonra bizim hansı proqramımız qalıb da demədiyimiz. Kahoot'u da bilirsiniz də yəqin ki, müəllimlər. Kahoot'dan istifadə edən var müəllimlər. Bəli, müəllim. Aha. Kahoot yaxşıdır buranı. Təzədən mənim o bir kompüterimdədir Kahoot'um. Burada təzədən girəməyəcəm. Buradan girim görüm. Deyil, yox. Kahoot bununla deyil. Hı -hı. Kahoot'da da uşaqlarla oyun çox maraqlı olur. Mənim öz səhifəmdə uşaqlarla oynadığımız oyunlarımız var. Yəni əvvəlcədən evdə hazırlayırıq sualları. Evdə hazırlayıram. Bunu da yenə elektron lövhəyə salıram. Uşaqlar oradan girirlər. Məsələn, burada baxın görüm abba. Mənim o bir kompüterimdədir əsasən şeylərim. Azərbaycanca vermədi. Dəqiqə dilini çevireyim. Dəqiqə müəllimlər. Bu dilini çevireyim bir dənə. Çox qəşəngdir bu da. O da oyun xarakterlidir. Bu
Bu dəfəki dərsimiz sizin üçün sıxıcı oldu, düzdür? Hə? Biraz səsiniz problem yaratdı. Dərs səs Maya. Bu İngilis dilini super bilməməyimin problemi budur da. Rusça yox, yox, yox. Azərbaycan da lazımdır bizə. Niyə götürmədi yarağı?